Yəqin ki, hamımız Nelson Mandela adını eşitmişik. Bəs bu qlobal simvol, onun hekayəsi hardan başladı? Heç maraqlanmısınız? Gəlin bugün Nelson Mandela'nın formalaşma illərinə, yəni onu tanıdığımız o böyük liderə çevirən oğlan uşağının dünyasına səyahət edək. Hər şey bilirsiniz bir adla başlayır. Nelson Mandela'nın əsl adı Ralixlahla idi. Xosa dilində bu, hərfi mənada bir ağacın budağını çəkmək deməkdir. Amma məcazi mənası daha güclüdür. Dava salan. Sanki bu ad onun bütün gələcəyini, bütün mübarizəsini əvvəlcədən xəbər verirdi. Qəribədir, elə deyilmi? Yaxşı, bəs bu dava salan necə oldu ki, bildiyimiz Mandela'ya çevrildi? Səyahətimiz bizi onun həyatındakı 4 vacib mərhələyə aparacaq. Onun kral köklərindən kənd həyatına keçidini, bir regentdən aldığı liderlik dərslərini, onu sarsıdan ağrılı bir həqiqətlə üzləşməsini və nəhayət, təhsil yoluyla bir Afrikalı kimi öz kimliyini tapmasını izləyəcəyik. Gəlin lap əvvələ qaydaq. Hekayəmiz Muvezo'da başlayır. Haradakı o, Tembu kral ailəsinin bir üzvü kimi dünyaya göz açır. Amma bilirsiniz, bu imtiyazlı həyat çox da uzun çəkmir. Adi bir prinsip məsələsi onun bütün həyatını kökündən dəyişdirəcəkdir. Bir anlıq təsəvvür edin. Transkey'nin o füsunkar təpələri, yamyaşıl vadiləri. Bax, bura Mandela'nın uşaqlıq dünyasıydı. Elə bir yer ki, sanki zaman dayanıb, hər şeyi adət-ənənələr idarə edir. Bu torpaqlar əslində onun ilk müəllimi idi. Mandela'nın atası, deməli, çox qürurlu, çox inadkar bir adam olub. O, bir Britaniya məmuruna boyun əyməkdən imtina edir. Niyə? Çünki deyir ki, bizim tembu adətlərimiz sizin qanunlarınızdan üstündür. Bu cəsarət ona baha başa gəlir, hər şeyini itirir, həm rütbəsini, həm də var dövlətini. Amma oğluna elə bir miras qoyur ki, heç bir sərvətlə ölçülməz, sarsılmaz bir ədalət duyğusu. Sürgündən sonra ailə Qunu kəndinə köçür və burada Mandela kral sarayının o dəbdəbəsini tamamilə unudur. Onun üçün yeni bir dünya başlayır. Çılpaq ayaqlarla qaçmaq, çobanlıq etmək, dostlarla dəyənək döyüşdürmək. Bəlkə də həyatının ən xoşbəxt, ən azad illəri məhz burada keçir. Təbiətlə, adətlərlə tam bir ahəng içində. Cəmi 9 yaşında olanda isə həyat ona daha bir zərbə vurur, atasını itirir. Və bu hadisə ilə onun həyatında yeni bir səhifə açılır. Onu Tembu xalqının regenti, yəni naibi olan Congintaba'nın himayəsinə verirlər. Mxikezvenidəki o kral iqamətgahı, deməli onun həm yeni evi olur, həm də yeni məktəbi. Bax, Regent Conggintaba ona liderliyin əslində nə demək olduğunu öyrədir. Bu, güc göstərmək deyil, müdriklikdir. O deyir ki, əsl lider bir çoban kimidir. O, sürünün arxasında dayanar, ən cəld olanların qabağa getməsinə icazə verər. Amma bütün sürü heç fərqinə varmadan məhz onun arxadan verdiyi istiqamətlə hərəkət edər. Bu fikir Mandela'nın bütün həyatı boyu liderliyi anlayışını formalaşdırır. Gənc Nelson saatlarla oturub bu qəbilə məclislərini izləyirmiş. Bu onun üçün canlı bir demokratiya dərsi idi, elə deyilmi? Regent hər kəsə qulaq asırdı. Fərqi yox idi, varlısan, kasıbsan, başçısan, yoxsa sadə bir kəndli. Hər kəs ürəyini tam boşaldana qədər heç kimin sözü kəsilmirdi. Sonda isə Regent bütün deyilənləri bir araya gətirir və hamını razı salacaq ortaq bir yol tapmağa çalışırdı. Bax bu, zorakılıqla yox, razılıqla idarə etmək sənəti idi. Mxikezvenidə onun dünya görüşü sanki birdən-birə genişlənir. O, öz qəbiləsinin sərhədlərindən kənara çıxır. Başçı Joey kimi qonaqlar gəlir. Başqa Afrika xalqlarının mübarizə hekayələrini danışırlar. Təsəvvür edin, gənc bir oğlan üçün bu necə bir təsir bağışlayıb. Onun təxəyyülü alovlanır. Artıq o, özünü sadəcə bir Tembu kimi yox, daha böyük, daha geniş bir Afrika ailəsinin üzvü kimi hiss etməyə başlayır. İndi gəldik 16 yaşına. Mandela həyatının bəlkə də ən vacib anına, kişiliyə keçid mərasiminə hazırlaşır. Bu, hər bir Xosa gənci üçün böyük bir şərəfdir. Amma bu şərəfli anın sonunda elə sözlər deyiləcəkdi ki, onun bütün dünyasını alt-üst edəcəkdi. Xosa mədəniyyətində sünnət, yəni bildiyimizdən çox fərqlidir. Bu, sadəcə bir tibbi prosedur deyil, əsl müqəddəs bir ritualdır. Bir oğlan uşağının kişilər dünyasına qəbul mərasimidir. Bax, bu mərasimdən sonra o, artıq evlənə, mülk sahibi ola bilər, qəbilə məclislərində söz haqqı qazanar. Bir sözlə, uşaqlıq bitir, əsl məsuliyyət başlayır.
Mərasimin özü isə açığı çox amansız bir cəsarət sınağıdır. Heç bir ağrı kəsici falan yoxdur. Gənclər bu ağrıya səssizcə dözməlidir. Bir anlıq qışqırsan və ya bir damla göz yaşı axıtsan, bu ömürlük bir ləkədir. Mandela da özünə söz vermişdi ki, nə olursa olsun ailəsini rüsva etməyəcək. Mərasim bitir, hamı şad-kürrəm şənlik edir və bu an başçı Melikgili ayağa qalxır və bütün səs-küyü kəsir. Onun sözləri isə sanki bir qamçı kimi havada şaqqıldayır. Mən sizə demək istəyirəm ki, bu boş, aldadıcı bir vəddir. Biz öz ölkəmizdə qulluğuq. Biz öz torpağımızda kirayəçiyik. Təsəvvür edirsiniz, bu sözlər şənliyin ortasına bir bomba kimi düşür. İndi isə ən maraqlı məqam. Mandela'nın ilk reaksiyası nə olur? Qəzzəb. Bəli, o başçıya əsəbləşir, onun nankorluqda ittiham edir. Düşünür ki, axı ağdərililər bizə təhsil gətirib, inkişaf gətirib, bu niyə görmür? Amma o başçının sözləri onun beyninin bir küncündə bir toxum kimi əkilir. Hələlik yatan bir toxum. Amma illər sonra məhz bu toxum cücərəcək və onun bütün azadlıq mübarizəsinin təməli olacaq. Bəs o toxumun cücərməsi üçün nə lazım idi? Su və o su da təhsil oldu. Gəlin indi hekayəmizin son hissəsinə keçək və Mandela'nın sinif otaqlarında, universitet dəhlizlərində öz əsl kimliyini necə tapdığına baxaq. Onun təhsil yolu əslində bir oyanış səyahətidir. Məsələn, Clark Berry'də ona kral nəslindən olduğu üçün heç bir xüsusi güzəşt etmirlər və o burada təvazökarlığı öyrənir. Sonra Hillstown'da ağdərili direktora cəsarətlə etiraz edən müəllimlərini görür və ilk dəfə hakimiyyəti sorğulamağa başlayır. Və nəhayət Fort Hare Universiteti. Burada o, Afrikanın hər yerindən gəlmiş tələbələrlə tanış olur və anlayır ki, o sadəcə bir Xhosa yox, bir Afrikalıdır. Amma onun həyatını həqiqətən dəyişən an Hillstown'da yaşanır. Məşhur Xhosa şairi Krunem Kai səhnəyə çıxmalıdır. Lakin o gözlənilməz bir şeydir. Hamının istifadə etdiyi qapıdan yox, yalnız ağdərili direktorun girib çıxdığı qadağan olunmuş qapıdan içəri daxil olur. Düşünün, salonda yüzlərlə qara dərili tələbə nəfəsini tutub baxır. Bu açıq-aşkar bir meydan oxuma idi. Və sonra şair danışmağa başlayır. Sözləri qılınc kimi kəskindir. O deyir: "Mənim sizə danışdığım şey yerli və yaxşı olanla xarici və pis olan arasındakı amansız toqquşmadır. Və bütün bunları birbaşa ağdərili direktorun gözünün içinə baxa-baxa deyir. O an salondakı hər bir gənc üçün hər şey dəyişir." Şeirinin sonunda isə mığa hissəsini ucaldır və deyir: "Mən sizə ən vacib və uca ulduzu, səhər ulduzunu verirəm. Çünki siz qürurlu və qüdrətli bir xalqsınız." Təsəvvür edirsiniz o anı. Mandela və digər tələbələr içlərində 10 illərdir bastırılmış bir qürur hissinin oyandığını hiss edirlər. Artıq o, öz kimliyindən utanan biri deyil, onunla fəxr edən birinə çevrilir. Beləcə, səyahətimizin sonuna gəlib çatdıq. Bir çoban oğlanı, bir regent şagirdi və oyanmış bir tələbə. İçində həm adət-ənənənin müdrikliyi var, həm ədalətsizliyin alovu, həm də təhsilin işığı. Yaxşı, bəs adı dava salan olan bu gənc, bütün bu təcrübələrlə bundan sonra nə edəcəkdi? Bax, bütün dünya bu sualın cavabını gözləyirdi və o cavab bütün tarixi dəyişəcəkdi.